4 oksidin H-xlor ilə reaksiyasından 72 qram su alınmışdır. Reaksiya zamanı alınan manqan 2 xloridin mol miqdarını və ayrılan xlorun həcmini tapın deyir. Manqan 4 oksidin H-xlorla reaksiya tənliyini yazaq. Manqan xlor 2, xlor 2 və H2O. Reaksiya tənliyimiz budur. Burada əmsallaşdıranda burada 4 düşür, burada 2 düşür. Bizə deyir ki, 72 qram su alınıb deyir. Alınan manqan 4 oksidin, manqan 2 xloridin mol sayını hesablayın. Bir də ayrılan xlorun həcmini Y litr. Normalda 36'dır su. Bu 22,4 litrdə 1 moldur. Bu da 1 moldur. Deməli, buradan X-i tapanda X bərabərdir. Bu tənasübdən 2 mol olacaq. Y-də bərabər 2-də və çox 44,8 litr. 1 və 2-nin cavabları. Bu tənliyi yazmalıyıq. Bu tənasüblər qurulmalıdır.